İndi sosial şəbəkədə çox insanlar qınayır, bəzən öz həyatımı danışanda deyirlər ki, yox biz bilmirdik. Ona görə də insanlara xaricdən baxanda bir insan gülürsə, onun həyatı yaxşı keçib demək deyil. Nə deyirlər ki sənə? Rahatlıq tapmısan, nə bilim, belə sağlam yoldaşın var, nə bilim, o sənin nəyinə alıb, niyə sağlam birinə getmisən? Sən sağlamsan, sənin uşağın niyə sağlamdır? Nə bilim, belə qınaqlar, siz burdan dəstək istəyirsiniz, rahat yer tapmısınız. Mən işləyə bilsəydim, sağlam olsaydım, mən heç vaxt dəstək istəməzdim. Bir şey ki, mən 15 yaşımdan yəni işə əl atmışam ki, necə deyim, 1 qəpik, 5 qəpik qazanım, mən bacımı, qardaşımı saxlayım. Elə bir ki, 15 yaşımdan mən ana olmuşam da, o situasiya ilə mənəvi ana olmuşam. İşləmirsən haralardasan 15 yaşında? Harda? Elə olub, əsir dükanlarında olub. Mən deyiblər ki, bizə xoş görünümlü xanım lazımdır, istəmirik də sən burada işləyəsən, çıxardıblar. Paltar dükanlarına getmişəm 18-dən sonra deyiblər, yox, bizə biraz xoş görünümlü lazımdır. Sən hara? Elə adam var ki, qovub çıxardıb. Ki sən hara gəlmisən bura ki, çıx sənə necə işlədə, əlindən nə sal sındırarsan. Deyirəm, paltarı nəyin əlinlə sındıracam? Olub da nəsə düzəltmək indi də gül düzəldirəm, prosta alan yox. Necə düzəldirsən tək əlindən? Çətin deyil o. Yanır əlim.